Salam dostlar, bugünkü mövzumuz subjektiv mooddur. Subjektiv mood faktı deyil, arzulanan, tələb edilən, vacib sayılan və ya fərz edilən situasiyaları bildirən feil formasıdır. Test tapşırıqlarında harda bu feilləri gördünüzsə, bilin ki, orada subjektiv mood bəhs edilir. Bu o deməkdir ki, bu feillərdən sonra gələn ikinci feil məstərindən tosunu atır, br infinitiv olur, şəxsə və zamana görə dəyişmə yoxdur. İnkar forması does, did-lə deyil, sadəcə not, verb-lə düzəlir. Nümunələrə baxırsınız. To be-də də to atılır, be bütün şəxslərdə eyni olaraq qalır. Nümunəni görürsünüz. Test tapşırığına fikir verək. The proposal demands that every member boşluq present at the meeting. Boşluğa br infinitiv be-ni yazacağıq. Baxmayaraq ki, member üçüncü şəxsin təkidir. Amerikan ingilisində bu qayda öz əksini saxlayır. Lakin British English-də isə test tapşırıqlarında should br infinitiv də görə bilərsiniz. Subjective would, bir daha qeyd edirəm ki, fakt deyil, sadəcə tələb, arzu bildirir. Sınaq imtahanda 4-cü məqam. Zaman uyğunluğu yox. Be, passivdə be, verb 3 formasında, inkar forması not, verblə düzəlir. Sifətlərə gəldikdə isə struktur it is adjective, z, br infinitivlə düzəlir. Nümunələrə baxın. Nə sualınız olsa yönəldin. Diqqətinizə görə sağ olun.